Anar. Niyə gəlmirsən? Zəhra səni görmək istəyir. Düzdür, sakitləşdi, amma deyəsən darıxır sənin üçün. Məsəl, bir sənlə fikirləşirəm əzizim. Bax, günlərdir hər şey bir-birinin üstünə gəldi. Problem üstünə. Qəza keçirdin, xəstəxanada yatdın. Deyirəm, bəlkə axşamüstü bir yerdə hansı restorana gedək, hə? İnan ki, vallahi hamıdan çox sənə lazımdır. Biraz özünə gələrsən, yaxşı təhsil eləyərsən, hə? Hə, əzizim. Əsəl, bax, yox demə. Yenə deyirəm, bu hamıdan çox sənə lazımdır. Gedək oturaq bir yerdə, biraz beynimiz dincələr. Onsuz çoxdan da bir yerə heç yola getmirik. Hı? Hı? Mən hələ tam yaxşı deyiləm. Gedək, yaxşı olacaqsan. Yox demə. Hə, gedək. Amma bilsəydim ki, gedirik, təzə paltar alardım özümə. Of, həmişəki kimi geyinməyə heç nə yoxdur. Narahat olma əzizim. Sən nə geyinsən sənə yaraşır. Sən istənilən geyinmək özün gözəlliyi verirsən. Hı? Bir vaxt eləsəydim, qardirobumu dəyişərdim, çıxardım qaradan. Siz qadınların da başqa dərdi yoxdur. Qulaq as. Sən hələ görüm, evdə vəziyyət necədir? Nə mənadır? Nə mənada? Aysellə Anarı deyirəm də. Heç xoşuma gəlmir onların davranışı. Belə də, nə deyim valla? Necə yəni, belə də? Bu nə deməkdir? Bu deməkdir ki, görək nə olur da. Qız hələ təzə-təzə özünə gəlir. Yaddaşı hələ təzə bərpa olunub. Görək də. Sən ilkindən danış. Necə sevindim. Nə yaxşı, birdən-birə evlənmək fikrinə düşdü. Təbii haldır da. Gəncdir, aşıq olub, vurulub, evlənib. Mən fikirləşirdim ki, həyatında kimsə var. Fikir vermişdim ki, nəsə belə bir dəyər. Amma daha sonra özü etiraf elədi. Əslində mən də şübhələnmişdim. Amma belə münasibətin ciddi olmağını düşünmürdüm. Görürsən qız kimdir? Onu danışa bilmədik də. Bu tez getdi, uşaqlar gözləyirdi. Ona görə o barədə danışmadıq. Amma mən bilirəm ki, mənim oğlum ağıllı oğlandır. Seçimində yanılmaz. Bizi də incitməz, özünü də. Ay, qaynana. Başlayırsan əvvəlcədən, nə fərqi var kimin qızıdır, kimin nəvəsidir? Tək ki, bir-birlərini sevsinlər, bir-birlərinə sadiq olsunlar. Hə, əlbəttə. O şərtdir. Mənim balam, ilkinim, yaraşıqlım. Necəsən ana? Yaxşı. Sən necəsən? Mən də yaxşıyam. Çox sağ ol. Necəsən? Salam Aysel. Yaxşıyam. Sən necəsən? Özünü necə hiss edirsən? Gördüyün kimi yavaş-yavaş özümə gəlirəm. Çox şükür. Çox şükür. Açsan, Yox, uşaqlarla yemişəm mən. Toxam. bəs sən necə Aysel? Yaxşı yemək hazırlatdırmışam. Gətirsinlər? Yox, Zəhra dursun, Anarla gedəcəyik yemək yeməyə.
Sən necə? İstəyirsən yeməyi? Birazdan yeyərəm, ha? Ana, Hə, ay can. atam. Mən sizə bir şey demək istəyirəm. Düzdür, heç bilmirəm yeridir yoxsa yox. Xeyirdir. Nəsə olub? Nigar, çəkil də aramızdan. İmkan ver, xoşbəxt olaq. Sənə demişdim də, xoşbəxt olmağınızı hamıdan çox mən istəyirəm. Vəfa, xoş gəlmisən ay qızım. Çox sağ ol. Necəsən bala? Mane olmadıq. Qapı Yox, yox. açıq idi, biz də girdik. Sən də belə fikirli oturmusan. Hər şey yaxşıdır. Hər şey yaxşıdır, xoş gəlmisən, yaxşı elədiniz. Gəlin, gəlin əyləşin. Xoş gəldik. Verəm baxım. Ver. Necəsən? Şükür. Siz necəsiz? Yaxşı, mən yaxşıyam. De görüm sən necəsən? Necə gəldin? Şükür, yaxşı gəldim. Gözün aydın olsun Leyla. Çox sağ ol. Leyla, sən də sağ ol. Mən klinikada olanda Murada yaxşı baxmısan. Elə şey olar. Murad mənim də balamdır. Borcumdur. Sən özün necəsən? Belə də şükür. Yaxşı. Hə, yaxşı. Mən durum çay süzüm sizə. Otur, otur. Vəfa bir dəqiqə bizə qulluq eləyəcək. Dur, qızım. Yaxşı. Tanıyırsan da mətbəxin yerini. Sağa. Nigar, dünən ha dedim gəlim sənin yanına, alınmadı. Narahat olma. Yaxşıyam. Hə, yaxşı. Ay, çox sağ ol. Ay, sağ ol. Vəfa, neyinirsən? Hələ iş barədə fikirləşmirsən? Yox, qoy uşaq biraz dincəlsin, təzə gəlib. Qulaq as, sən bizim klinikada işləmək istəməzsən? İşə götürərlər ki məni. Aa, doğrudan ciddisən? Gənc kadrsan, səni göydə götürərlər işə. Əslində yaxşı olardı, həm də ki sizdən çox şey öyrənə bilərəm. Narahat olma. Yaxşı olar. Həll eləyərik. İş məsələn də düzəldi. Çayınızı için. Nəsə olub qardaş? Yox, heç nə olmayıb. Olar oturaq. Əlbəttə. Hə? Yaxın gəl anaya. Hə, dediyim kimi bilmirəm yeridir yoxsa yox, amma mən sizdən gizlətmək istəmirəm. Nəyi? Qaqaş, nə olub? Bir də də. Mən evlənmək istəyirəm. Nə yaxşı. Ciddisən? Hə, ciddiyəm. Evlənmək vaxtıdır da. İndi nə tezdir, nə gec, əsr vaxtıdır. Əlbəttə, əlbəttə vaxtıdır. Ay mənim ağıllı balam. Məni çox sevindirdin. Məni də çox sevindirdin, həm də biraz şoka saldın. Necə deyirlər?
Evimizə gəlin, gəlin. Sığalayıb telin gəlir. O evimizə gəlin gələn kimdir? De biz də bilək. Ulan kimdir? De də ürəyimiz partladı ki. Tanırıq onu. Nə düşmüsünüz ya uşağın üstünə? Danış da. Əslində həyat tanıyırsınız. Ürək partlayacaq indi. De də. Vəfa, Leyla xanımın qızı. Xoş gəldin həyatım. Ata. Nə olub? Niyə sustun? Ay yox, nə olacaq ki? Vəfa çox yaxşı qızdır, ağıllı qızdır. Gözəl tərbiyəsi var, ailəsi gözəldir, mərifətli, qanacaqlı, kiçik böyük yeri bilən. Yox, çox ağıllı qızdır, əla, əla. Ay, çox sevindim. Mən bilirdim sizin bir yerdə oxumağınızın axırı belə olacaq. Yaxşı da Aysel. Özdə biz ayrı qrupda oxumuşuq. Nə əlaqəsi var ki? İnan mənə o qədər sevindirdin ki, çaşıb qalmışam. Allah sizi xoşbəxt eləsin. Çox sağ ol. Amma açığı heç gözləmirdim sənin belə tez evlənməyini. Amma yaxşı oldu, yaxşı oldu. Çox şükür. Mən də fikirləşirəm ki, hələ tezdir. Biraz gözləmək yaxşı olar. Nəyi tezdir? Uşaq qərar verir. Ağıllı uşaqdır. Mən düşünürəm ki, evlənmək üçün hələ tezdir. Biraz gözləmək yaxşı olar. Nə gözləyəcək axı? Hər şeyi götür-qoy eləməlisən ki, sonra bir neçə il sonra peşmançılıq olmasın. Nəyə gözləsin ki? Şükür Allaha hər şey var. Qoy evlənsin də. Yox. Qoy işin başına keçsin. Bu məsuliyyətli iş deyə boş-boşuna iş deyil. Qoy işə öyrənsin. Sonra nə yaşı var ki, cavan uşaqdır. Biraz keçər, sonra evlənər. Ay hakim, evlənməyin işə gücə nə dəxli var ki? Gedib hardasa iş axtarmayacaq ki və yaxud CV verməyəcək ki. Sənin şirkətində işləyəcək, daha boyda atası var. Elə Sevil, mən elə demək istəmədim. Mənim deməyim odur ki, biraz işləsin, özü ayaq üstə dursun. Sonra yenə deyirəm, cavan uşaqdır da, hala tələsir. Biraz vaxt keçsin, onda evlənər. Papa indi evlənmir. Bir nişanlansın, nə vaxt uyğun olsa toy eləyərik də. Məncə hələ tezdir. Mənə bağışlayın, işlə bağlı görüşüm var. Ana. Ata niyə belə dedi səncə? heç nə. Elə belə. Həyecanlandı da, şok yaşadı. Fikir vermə. Amma mən çox sevindim. Çox şükür. Çox şükür, çox şükür. Mən də.
Çox sağ ol. Xoş olsun. Nə yaxşı axşam görüşmək istədim. Sevindim. Həm sənin üçün darıxdım, həm də istədim biraz söhbət edeyim səndən. Mən də. Mən əminəm ki, bu həyatda səndən başqa mənə heç kəs başa düşmür. Anlamır. Ona görə istəyirəm ki, səndən biraz söhbət edeyim. Mən də. Sən mənim canımsan, ürəyimsən. Yaxşı ki varımsan. Elə sən də. Sən mənim üçün hər şeysən. Həm sevgilisən, həm əsl dostsan. Etibarlı, sadiq, səmimi. Sənin yanında olanda elə bilirəm ki, özümlə təkəm. Sən də. Nə istəyirdin danışmaq? Danışacağım. Danışacağım. Ana biz Turalam ilə çox ailə eləyirik. Günümüz çox maraqlı keçirir. Deyir ki, sən də gələrdin, hə, Turalam? Dedim də, mən dedim. Bowling oynadık da, oynamadığımız oyun qalmadı ki. Dondurma da yemişdik. Ana Turalam o qədər maraqlı yerlər bilir ki, o qədər maraqlı keçirir günümüz. Doğrudan? Hə. Sevin. Onda elə bu yaxın günlərdə üçümüz bir yerdə gedərik. Hə, ana, gedək. Ya da yox, deyəm. Elə sabahda bir üstündə niyə uzadırıq ki? Gedək, gedək. Etiraz eləmək yoxdur. Etiraz istəmirəm. Danışdıq? Vəssalam. Sevgilim, çox gözəl yerdir. Zəhra üçün əyləncə yeri də var. Oh, rahat oldum. Hayır, hayır. Bilirdim ki, sənin də xoşuna gələcək. Çox sağ ol əzizim. Oh, yeməklər də var. Ne gözəl yerdir. Necə bindiyə kim gəlməmişdik? Hə, Anar? Ha, buranı elə Instagrama baxırdım. Reklam səhifəsi çıxdı qabağıma. Baxdım elə, hoşuma gəldi bura. Dedim, biraz dəyişiklik olsun. Oh, acam. Ha, nə yeyirsən? Nə istəyirəm? Gözəl görünür. Ay. Çox sağ ol. Çox sağ ol əzizim. Çörəyə də verdi, zəhmət olmasa. Təşəkkür edirəm. Ne oldu ana? Heç yazım, qaşıq. Əlimdən düşdü. Rahat çörəyini ye. Necəsən? Yaxşıyım, sen yaxşısan? Yaxşıyım, narahat olma. Allah. Ye, acım. Anar, kamera görüntüsü de var. Kızımıza bak, oynuyor. Çok rahattım. Çok beğendim. Yaxşı. Yeməklər də yaxşıdır, hə? Tatlı Bəyəndin? da. Əsas odur ki, sənin xoşuna gəl. Bir dəqiqəyə gəlirəm mən, üzr istəyirəm. Yaxşı. Gözləmə, yemək istiyor bax. Su istəyirsən?
Anar yaxşısan? Əzizim, yaxşıyam, heç bir problem yoxdur. Narahat olma. Su istəyirəm. Ebil, narahat olma. İndi gelib təmizləyərəm, narahat olma. Qaqasın. Narahat olma. Təmizliyim gəlirəm, əzizim, yaxşı. Nigar, Anar. Sen burada ne inirsən? sən neynəmək istəyirsən, ha? Muradı mənim əlimdən almaq istəyirsən sən? Demişəm axı, Turalın Muradla arası getməyinə icazə vermirəm. Bırak kolumu. İncidirsən beni. Nigar, sən də məni incidirsən. Yavaş danış. Restorandasın. Murad böyük oğlandı, Anar. Mənim ona nəsə deməyimə ehtiyac yoxdur. Özü öz qərarlarını verə bilir artıq. Nigar, Murad mənim zənglərimə cavab vermir. Bilirəm ki, bunu sən eləyirsən. Eləyirsən ki, Murad məni istəməsin. Amma unutma, Murad mənim oğlumdur. Başa düşürsən məni? Onu mənim əlimdən ala bilməyəcəksən. Harda qaldı ya Anar? Eşitdin məni, Nigar? Mən onun atasıyam. Oğlumu məndən ala bilməyəcəksən. Anar, biz boşansaq da mən heç vaxt səninlə Muradın arasına girməmişəm. O sənin oğlundu. Onun günahı yoxdur sənin yeni macəralarında. Nigar. Anar, sən artıq neçənci dəfədir ki söz verirsən ama gəlmirsən. O da küsür də səndən. Mənim nə günahım var burada? Yadındadır. Hələ xoşbəxt olduğumuz vaxtlarda ona söz verib kampa gəlməmişdim. Yadındadır necə küsmüşdü səndən, incimişdi. Unutmuşsan ha? Nigar, o başqa, bu başqa. Anar. Sen. Yenə hə? Deməli bilə-bilə bizi bu restorana gətirmisən, hə? Aysel, qulaq asma. Aysel, sakitləş, qulaq asma. Anar, bu ağ oldu. Aysel, Uşağı da götürüb gedirəm. Arxamızca gəlmirsən. Aysel, qulaq asma. Gəlmirsən. Gör nə deyirəm, sakit olsun. Gəlmirsən. Ana təmizlədin? Ana. Hə, Təmizlədin? Yemək düşmüşdü üstünə. nə təmizləndi?
Ana paltarımı deyirəm də, təmizlədin? Hə, təmizləndim. Hə. Yeməyi də yarımçıq qoydun, yemədin heç. Narahatım. Gər, nə olub sana? Bitərsən. Yox, hər şey yaxşıdır. Yadımdan çıxdı deyə soruşmaq. Turalar, məsələn, PlayStation oynaya bilirsən? Oynaya bilirəm. Sən necə oynaya bilirsən? Bu da sualdır. Murad oynamır. Murad, necə deyirsiniz siz? Onun yaradanını axtarır. Yaxşı. Onda biz niyə oynamırıq? Əlbəttə oynayaq, bu qəşəng xəbər idi. Bunu bilməyim yaxşı oldu. Amma indidən deyim, sizi udacam. Ona elə baxarıq, kim udacaq. Baxarıq, görərik. Mərc eləyək? Eləyək. Nədən? Dondurmasından. Olsun. Hə. Ey. Ey. Leyla, Aycan. mən sənin üçün bacardığım hər şeyi eləmişəm. Çalışmışam ki, sənin bu həyatda çətinliyin olmasın. Elə ona görə də səni çox sevirəm. Bax, aramızdakı bu yaxınlıq, bu doğmalıq bəs deyildi sənin üçün. Başa düşmədim. Bilirsən, İlkin mənim ən böyük varisimdir. Məndən sonra şirkətin böyük hissəsi onun olacaq. Ümumilikdə bütün məndən qalan nə varsa hamısının çox hissəsi İlkinin olacaq. Və təbii ki, İlkinin evləndiyi qız da eyni zamanda öz gələcəyini təmin eləmiş olacaq da. Bunu başa düşürsən. Məlum məsələdir. Mən başa düşürəm, hər ikisi çox yaxşı uşaqdır. Mən Vəfanı da İlkindən heç vaxt ayırmamışam. Öz balam kimi sevmişəm onu, öz qızım kimi sevmişəm. Amma bu artıq idi. Bunu eləmək lazım deyildi. Nə, hakim, nə artıq idi? Sən başa düşürsən də mən nə demək istəyirəm də. Bax, mən sənə bir sualım var. Sən bunu necə təsəvvür edirsən? Və sonra bütün bu hadisələr baş verəndən sonra sən bizə necə gəlib gedəcəksən? Hə? Həmişə necə gəlib getmişəmsə elə. Leyla, bu mümkün deyil. Mümkün olan şeylərə alınmaz bu məsələ. Heç vaxt alınmaz. Başımız çox ağrıyar, başa düşürsən məni? Hakim, nəyə, nə alınmaz, başa düşmürəm. İlkinlə Vəfanı deyirəm də. Nə ilkindən Vəfa? Nədən danışırsan? Mən elə bildi sən bilirsən. Nəyi bilirəm? Vəfa ilə İlkin bir-birini sevirlər. Evlənmək istəyirlər. Deyirəm, bəlkə sən tətilə çıxanda üçümüz bir yerdə hansı rayona gedək istirahətə. Hə, olar, yaxşı olar. Hə, ana? Deyirəm, bəlkə qalxaq. Necə istəyirsən? Ana, niyə qalxırıq? Oturmuşuq da. Həm çay içərik də, hə? Sən elə bir səhər dərsə gedəcəksən axı. Murad, qulaq as.
Gəl bu dəfə ananla razılaşaq. Gələn həftənin axırı ilə şənbə günü çıxaraq gəzmək ki, səhərsi gün də dərsin olmasın. Mən nə deyirəm, yaxşı. Aferin mənim oğlum. Afisant, zəhmət olmasa hesabı gətir. Müəllim, sizin hesabınız ödənilib. Necə yəni ödənilib? Mən bu masadan danışım, bəlkə səhv salırsın. Xeyr, ödənilib. Kim ödəyir? Anar bəy. O buradaydı. Bəli, o masada əyləşmişdi elə. Yaxşı. Sağ ol. Onun atam buradaydı. Hə, buradaydı. Digər sən onu gördün? Gördüm deyəndə bayaq paltarımı təmizləməyə gedəndə gördüm. Aysellə gəlmişlər, gedirdilər. Biz senin başqa restorana gedərik. Hakim, bax mənim heç nə xəbərim olmayıb. Nəyə deyirsən, and içim ki, mən bilmirəm bu söhbəti. Leyla, xahiş edirəm səndən, həyəcanlanma. Mən bildim ki, sənin xəbərin olmayıb bundan. Bu arxada qaldı da, indi biz bu işə mane olmalıyıq. Başarsan, olmaz. Əlbəttə olmaz. Bu iş olmaz. Vəfaya bax, mənə heç nə deməyib. Yaxşı, sən hardan bildin? İlkin dedi. İş yerimə gəldi. Dedi ki, ata, mən bir qız sevirəm, evlənmək istəyirəm. Sözün düzü, mən də sevindim də ki, nəhayət bir üzümüz gülər. Sonra məsələ açılanda elə bir başımdan isti su tökdülər. Mümkün deyil, Leyla, başa düşürsən, bu bizim işimizi çətinləşdirəcək. Bizə problem yaradacaqlar bunlar. Heç vaxt ağlıma gəlməzdi ki, belə bir şey yaşaya bilərəm. Mümkün deyil. Biz nəsə eləməliyik. Bunları ayırmaq lazımdır. Amma yavaş-yavaş da belə qəti şəkildə yox. Mən fikirləşirəm ki, biraz bunun çiyninə biraz iş qoyun, biraz işlə məşğul olsun, biraz az görüşsünlər, biraz soysunlar bir-birlərini. Bilmirəm, indi əlimdən gələni eləyəcəm, bilmirəm nə edəyik. Amma Yaxşı fikirdir. Görün məndə nə edə bilərəm. nəsə bir şey fikirləşmək lazımdır. Bu işin axırı yoxdur. Başa düşdün? Asel qulaq as. Asel bir dəqiqə. Burax məni. Asel sakin ol. Bax, bütün yol boyu sənə izah eləmişəm. Bir imkan ver, qulaq as, gör nə deyirəm sənə. Sakin Nə ol. deyəcəksən? Nə deyəcəksən də mənə? Atçılıqda da belə oldu, mağazamda da belə oldu, 1000 dəfə restorana getmişik, belə olub. Bəsdir də? Asel düşündüyün kimi deyil, sakit ol, bəsdir. Bəs necədir? Necədir? Asel, bir özünə fikirləş. Mən hardan bilim ki, onlar həmin restoranda olacaq, ha? Hardan bilim mən? Sən əla bilirdin ki, o oradadır. Çox yaxşı bilirdin. Məni də belə ora aparmısan. Asel, mən necə bilə bilərəm onların planlarını? Anar, mən uşağam. Məni niyə gec yerinə qoyursan? Kaş ora tək gedərdin. Kaş ora tək gedərdin. Mənə ümid verib ora aparmazdın. Asel, inan ki, Anar, yorulmuşam sənin əlindən. Yorulmuşam. Alo. Salam Leyla.
Salam Nigar, necəsən? Yaxşı. İndi çıxdım klinikadan. Səhər tezdən zəng eləyib çağırmışdılar. Nə oldu, necə oldu vəziyyət? Danışdıq, razılaşdıq Nərgiz xanımla. Qayıdıram klinikaya. Yaxın günlərdə işə başlayacağam. Nə yaxşı. Bir yerdə işləyəcəyik yenə. Hə, inşallah. İndi anarla işim var, Leyla. Rahat vaxtda səndən danışarıq. Yaxşı, hələlik, sağ ol. Sağ ol, hələlik. Bunun klinika işi düzəldi. Görək Vəfanın vəsiləsi necə olacaq. Nə sevgi düşüb bunların başlarına. Vəfa! Ay Vəfa! Sabahın xeyir, gözəl qız. Sabahın xeyir. Mən səndə olana qədər gözəl idim. Mən səndə oldun, qaldım kölgədə. Yaxşıdır. Universitetdə bax ikimizin şəkillərini göstərdim qrup yoldaşlarıma. Heç kəs inanmırdı ki, sən mənim anamsan. Hamısı elə fikirləşirdi ki, uzaq başı böyük bacım ola bilərsən. Ay yox da, lap balaca bacınam. Ciddiyəm, niyə inanmırsan? Yo. Ay. Mən tez ərə getdim. Amma fikirləşirəm ki, səhv elədim. Amma sənə baxanda fikirləşirəm, düz elədim. Mən tez ərə getməsəydim, sən dünyaya gəlməzdin. Yaxşı ki, varımsan. Düz deyirsən, yaxşı ki, varam. Amma sən tez ərə getmə. Yaxşı? Oxu, təhsilini artır, karyera qur, dünyanı gəz. Amma ərə getmə. Tez deyəndə ki, mənim 16 yaşım yoxdur ki, magistrda bitirmişəm. Nə olsun ki? Amma yenə də oxu. Dünyanı gəz. Nə var ya ərə getmə? Elə bilirsən ərə getdin, elə hər şey yaxşı olur. Bax, elə uzağa getmirəm. Mən tez ərə getdim, nə oldu ki? Ya Nigar, ya Sevda. Yenə yaxşı ki, Sevdanın qabağına yaxşı bir insan çıxdı, ailə qurdu, çıxdı, getdi Gəncəyə. Tez ərə getmə. Oxu, karyera qur, öz ayaqlarının üstündə möhkəm dayan sonra. Sevda demişkən, necə oldu ki, Sevda bu evi verdi sənə? Vüqarla hələlik bir müddətli gediblər Gəncəyə. Burada da kiraya qalırdı. Mən də qəşəng evdir, ürəyimə də yatır elə. Bundan sonra mən qalaram. Xoşuna gəlir? Gəlir. Əslində, mən də sənə bir söz demək istəyirəm. Doğrudan, nə? Amma gəl, otur elə deyim. Bax, neçə gündür fikirləşirəm. Bilmirəm bunu sənə necə deyim. Amma sən ki, səhər-səhər bu mövzunu açdın, mən də biraz ürəkləndim. Hə, nə olub? Mən ailə qurmaq istəyirəm. Vəfa ilə İlkin bir-birini sevirlər. Evlənmək istəyirlər.